Salam əziz və dəyərli müştərilər, sizlər salamlayıram Kars Ailəvi restoranından. Bugün ayın 9-u iyun ayıdır, 2026-cı il. Şapalaqlarımızı toplamışıq təmiz erkək quyruğunun yağında. Buna bax, buna bax, buna bax. Yəni çox tezdə qaymaqdır, qaymaq. Körpə dana şapalaqları da hamısı. Bunları gəlib Lökbatanda Kars Ailəvi restoranında da bilərsiniz. Keçək bir-birindən güzəl qazan yeməklərimizə. Bir-birindən güzəl qazan yeməklərini də təqdim eləyək. Qəşəng şirəli dana öz suyunda, öz sosunda. Damaşın tuşonkadır, boyun ətindən olur. Burada göbələkli can ətimiz var, qaymaqlı da verməyə mövcuddur. Çəpişimiz var, qəşəng ciniclə qovurmuşuq, çəpişi şiriyə salmışıq öz suyunda. Vişnəli can əti var, quzu soyutma var. Bəh, körpə quzun maçalarıdır. Təmiz kənd xorozu, mumuzlu xorozun çığırtması, bir dənə yekə tava. Burada qəşəng baş qormamız var və həmişə kimi təmiz güzdə küftə bozbaşımız var. Lərimiz də içəridə dəmdədir, kabablarımızı təqdim edək. Toyuq kababı var, qol kababı var, antrikotu, quyruğu, yablosqası, qutab kababı, yəni special bizə özəldir. Bastırma kababı var, şapalaq var, içalat var, dar dokument var, quzunun içalatı, bağırsağı var. Bu cür və gözəl teyamlar yalnız Lökbatanda Kars Ailəvi restoranında da bilərsiniz. Ünvan Nizami küçəsi 112, Botda Vezdə konu mövcuddur. Gəlməzdən öncə rezervasiya etməniz xahiş olunur. Baxcan çək. Sözler var ha, kontekte.